Gözəlliyi ilə sadəliyi birləşdirən gənc model Ceyda Arziman bu il keçiriləcək Miss Turan 2025 layihəsində iştirak etməklə yanaşı yeni bir televiziya serialında rol almaq üçün dəvət alıb. Ceyda Arziman son aylarda sosial mediada və moda çəkilişlərində çıxışları ilə diqqət mərkəzinə düşüb. Onun zərif üslubu, təbii baxışları və səhnə qarşısında sərbəst davranışı onun modelliyin yeni nəsil nümayəndələrindən birinə çevirir. Yeni serial haqqında çox az məlumat açıqlansa da bildirilir ki, Ceyda Arziman orada emosional dərinliyi olan və həyatda öz yolunu axtaran bir gənc qadın obrazını canlandıracaq. Mənim üçün bu rol özümü həm aktrisa, həm də insan olaraq sınamaq üçün yeni bir fürsətdir. Kamera qarşısında olmaq sadəcə iş deyil, həm də iç dünyanın ifadə formasıdır, deyə Ceyda Arziman bildirib. Layihə komandası onun seçimini təsadüfi hesab etmir. Rejissorun sözlərinə görə Ceydanın sakit xarizması, baxışlarla oynama bacarığı və təbii duyğu keçidi obrazına xüsusi dərinlik qatacaq. Ceyda Arziman Miss Turan 2025 layihəsində də təbii cazibəsi və fərqli enerjisi ilə seçilən iştirakçılardan biridir. Yarışmadakı performansı və səhnə davranışı onun ekran üçün doğulmuş bir sima olduğunu təsdiqləyir. Serial çəkilişlərinə bu ilin sonlarından başlanacaq və 2026-cı ilin əvvəllərində tamaşaçılara təqdim olunması nəzərdə tutulur. Ceyda Arziman bu layihə ilə bir daha sübut edir ki, müasir modellər təkcə podiumda deyil, ekran qarşısında da öz hekayəsini yazmağı bacarır.